Salam elə hamıya. Salam dostlar. Mən yenə mızıldayıram. Salam dostlar. Mən yenə anamı qoymuram video çəksin. Salam dostlar. Mən yenə anamı qoymuram yemək bişirsin. Salam dostlar. Mən yenə qoymuram anam iş görsün. De. Danış hamısını. Ancaq mızıldayıram. Gülər hissələri anam çəkir qoyur, hamı elə bil ki, mən bütün gün güləm. Bütün gün göz qıpırım. Həyasızsın, sən var abi, çox bilmiş şeysən. Hələ bir damcı şeysən, amma elə o qədər də çox bilmişsən. Niyə ağlamısan? Ağla da, indi də mızılla da. Kamera görən kimi saçır. Durma, gələ kamera ilə görün bütün işlərimi, ha? Yazsın. Salam dostlar hamıya. Bayaq sizi Ayda xanımın adından salamlaydım. İndi öz adımdan salamlayım köməsi bax. Sən niyə narazıçılıq eləyirsən mabdən izah elə? Ha? Bay yemək yiyiddi, oynamışıq, yatıb durdu, gəzib gəldi. Daha eləyə biləcək bütün aktiviteləri eləmişik. Gənə kamar yiyiddi, çünki şirindir. Mən də yiyirəm ara sıra, nağaraq. Haqq qazandıram yəni o kamera, nağarım mən. Qaşıyıb qızarıb dözdü. Qaşınma. Aydan başına 3 dəqiqə qalxıb multiklə qatdım ki, qoy sizinlə biz salamlaşa bilib normal bir şəkildə sonra balası yeməlindən. Aydiyə multik falan qoymuram adətən. Çünki danışmağı gecişir. Esra'ya məsələn əsgərdə qoymamışdıq multik. Bir yaş 4 aylığından əməli başlı cümlə də qurur təsəvvür gətirin. Nə qədər absurd görsənsə də həqiqətən əsgər 1 yaş 4 aylığında artıq cümlə qururdu. Belə xıdı cümlələrdir. Mən gəlirəm. Nə bilim nəsə də elə 2 sözdən ibarət cümlələr. Esra amma işte əskər balaca olduğuna görə Esra'ya baxanmırdım, tək idim, nə bilim dirəndi, gəlirdi, başına oynacırdı, nağarırdı deyə əskərə multik qoymağa başladım həmin ərəfələrdə və elə olub Esra da baxmağa başladı biraz böyüyəndən sonra, amma artıq əskərə təkdə bilmədim deyə və ikisi də oturub baxdıqlarına görə Esra'nın danışmağı əməlli başda geri düşdü. Hadisi 3 yaş yarımdan sonra 4 yaşa yaxın danışmağa başladı normal şəkildə. Hələ indi də məsələn sözlərə düzgün demir, eləmir bəzi sözləri. Ona görə demişəm ki, ayda sağ multik yoxdur. İndi bu evvəllər işitdiyim kimi ötən səfər demişdim, səhvləməmişsə televizor almamışıq. Amma bilən planşet var da istər-istəməz bir də nəsə vacib bir işim olanda, nə olanda əsgərə əzada verirəm. Aydiyə verən də ölüm birinci dəfə də vermişəm aydiyə multik əlinə. Tak što sındırır heç nə. Gəlin keçək vloqa, mən də çox saxlamayayım, yoxsa o da bildiği sözlər, onun da astayını, bu da əməlli söz bilir. 10-15 dənə söz bazası var. Düzdür, belə o deyirlər, lalın dili, anası anlayır. Mən anlayası dildə danışır, amma yəni anlayıram da əsası elə mənəm. Başqa kimdən durub oturur şey yazıq, məndən gəzir bütün gün. Nəysə, keçək vloqa, siz vloq izləyin, mənəcəyim Aydan götürüm. Keçən gün bu belə hazır xoladan almışdı, cisini ötürü, hamımız xəstələnmişik deyə. Və bugün yeməyimiz var idi deyə düşündüm ki, ət alıb gəlmişdi. Pünhan indi də bazarlığa getmişdi. O evə köçəndən bəri belə doğru düzgün bazarlığa eləməmişdik demək. Bir gün getdi, aldı gəldi hamısı. Dedim hazır ət var imişkən, yəni don da olmayan və bu da varkən qoy hamısını belə büküm, qoyum buz gözünə. Belə hələ ki, ora 3 dənəsi eləmişim. Bu şəkildə bükürəm bu arada. Güzə, bizim güzə formasında bükmürəm. Rusların pelmen formasında bükürəm. Çünki çox asandır, həqiqətən tez bazar başa gəlir. O birisində istərsiniz biraz da zəhv versən, biraz uzun müddət əmələ gəlir. Bunları qoyasıyam dondurucuya və sonra özümə fikirləşdim ki, mən bunları eləyəndən sonra əgər ət qalsa, ət biraz çoxdur, bu azdır bura. Yəqin ki, az qalasıdır. Başqa bir şey də hazırlayaram. Marezinlikə qoyaram. Nə vaxtsa belə istər-istəməz həftə sonu olsun, biraz qarışıqlıq olan, nə olanda evdə yemək tapılmayanda sırada xalqla çıxardıq. Bişirə bilim tez bazar. Sizə də fikir olsun və əsas çəkməkdə məqsədim nədir bunu? Sizdən fikir almaq istəyirəm ki, mən başqa nəyi dondurub qoya bilərəm. Məsələn, birincik eləyə bilərəm, amma hələ ki tava sifariş eləmişəm, birincik tavam gəlməkdir, yoxdur. Taxtam məsələn yoxdur.
Ona görə də belə çox doğrayan, xırcalayan şeylər yox da, belə daha rahat bir şey, nə hazırlayıb dondurucuda saxlaya bilərəm, fikirlərinizi gözləyəsiyim. Bir də xanım hər zamanki kimi gəldi, özünü çatdırdı gözündəki yaşlarından gördüyünüz kimi. Deməli, nə qaydım? Belə bir qab götürdüm ki, içərisinə yığım. Bunun bir porsu burasını doldurdum. Sonra üstünə yığmayayım, bir-birinə yapışmasın deyə. Belə bir pingvin torba sərdim. Streçlə bağlı. Prostarın altında pingvin var idi deyə pingvini sərdim. Üstünə biraz un çəkdim ki, yapışma olmasın və üzərinə söktüm. Az 5 minutdə pişsin sonra. Barakallah. Allaha bu bir dənəsi qaldı, basınca saxlamışam. Üstünə belə düzdüm. İndi bunu da üstünə streç eləyəsiyəm və qoyusiyəm dondurmağa. Və əgər daha az bişirmək istəsəm, bir dənəsini belə götürəcəm. Altdakı qalsın yenə. Bu, yəni buzluqdan çıxanda bunu götürəcəm, bişirəcəm. Altındakını yenə üstünə bağlayıb qoyasıyam. Məncə məntiqlidir. Hələ biraz çox olsaydı yenə belə üstünə doldurmaq olardı. Amma bitdi mənim xəmirim dediyim kimi belə bu qədər ət qaldı. İndi bu üstünə kartofla yumurta da əlavə eləyib, kotlet eləyib onu doldurmaq istəyirəm. Görək nə də Allahsa, heç kotlet dondurmamışam, valla nə də yalan deyim. Birinci olasa da inşallah yaxşı olar. Qoycan işləməyə yiyir, xəmir yiyir, bax, tök dəvzini. Bir dənə də xəmir cırılmışdı deyə, qıraqda saxlamışam. Yiyir. Birinci zamaroskamız hazırdır. Sənə donduraq yaralım. Tiyakadan keçirirəm. Cəhətimə uzaq ki, mən də keçirim, mən də öz ölçüsünə uyğun olaraq olan tiyorkanı verdim. Daha mən nə dərdim var? Qonaqlıq da verə bilərək səndən. Sən hazırlayacağım bütün yeməkləri, atıb qaçacağım. Əyam-əyamın üstünə aşırıb oturacağım divanın üstündə. Keçir, ha, buradan keçir. O sənin də, o mənim. Niyə? Mən eləyəcəm, özünü elə. Dur təblə, elə. 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 Bak öğrendi o şey görsən. Qoy eləsin, o da eləsin, içi var. Bax, da cəhəsi düzgünü öyrətmək üçün də lazım. Xoş alma. Tiyorka şeyi açıq abdı bir də. Minnət. Yaş deyəlayı. Biz də eyni şəkildə belə streçlə yırdım üst-üstə. Bu da hazır. İndi bunu da ağzına bağlayırıq və qoyuruq soyuducuya. Haydi tökdü, batırdı buralar, yiyək. Şükürlər demiş, hızımı aldım, dayanamadım. Yazmadı şüşü belə yufqam var. Və içərisinə tvorogla pendiri qarışdırıb, tiyorkadan keçirib belə börək kalını gətirib büktüm. İndi qalanını da görək nə eləyirəm. Bir kartof eləyib içərisinə elədim. 2 dənə belə hazırladım. Ayda xanım mızıllayıb prosta bu da ki, o yatdıraq, sonra işimizə davam edək. Yoxsa gəlir. Ayda yatdım, gəldim mənə. Bir də belə diri-diri, uzun-uzun qoymaq fikrim var. Belə büşəsiyəm yenə bayaq kimi, siqara börəyi kimi. Görək nə tavlası pişirəndə, özüm də bilmirəm. İnşallah yaxşı olar. Все, bunlar da bitti, artıq yoruldum. Ona görə qalan lavaşları saxlayasam bir hangisi. Ayrı vaxt qalsa, sabaha falan yorulmasam, biraz yorğunluğum çıxsa, kartoflu da edə bilərəm. Yəni istəyiniz uyğun olaraq fərqli şəkildə də hazırlamaq olar. İçərisinə ət də eləmək olar əslində, belə düşünürəm ki. Amma nə bilim, mən yoruldum artıq, ona görə hər şey qoyuram. Bugünlük bu qədər. Bugün getdim, Ayda xanımla biraz bazara, aşana getdik. Orada xəmirlər falan satılır da, belə hazır xəmirlər olsun, şinyatdan ötürü olsun, nə bilim, pizzadan ötürü olsun, belə adi pelimen, çeburok xəmirlər olsun. Bir dənə pelimen xəmiri aldım, çünki bizdə uşaqlar belə düşbələndiyə çox xoşlayırlar. Özdə xəstə yox deyə gördüyünüz kimi artıq gözümüzdə da şişdi səhər, qırmızı idi səhər, əməlim başlı şiş idi. Axşama yaxın dərman falan eləmişəm deyə biraz şişi də olsa biraz cihd, amma yenə şeydir, yəqin ki hiss olunur oradan gözümün xəstəliyi. Şimdi tez-tez xəstələnmək eləyirik deyə özüm belə xəmir açmağa hələ ki vaxt yoxdur deyə o bir evə gəlirəm, təmizləyirəm. Bu arada ötən səfər dedim videoda təmizləmişəm o bir evi də. Aboyu dəyişdirəsi olduq və evə girib şok oldum həqiqətən. Aboyu dəyişdirəsi olduq deyim, sadəcə qonaq otağında aboyu dəyişmişik. Amma yəni evə girdim, hər yer koridoru deyək, keçdim də koridordan keçirciklər işləyirlər o qonaq otağına. Koridoru keçdim, o bir yataq otağı olsun.
kuxna olsun, hamam olsun, tualet belə nə vəziyyətdə idi təsəvvür gətirin. Yəni girdiyimlə şoka uğradığım bir oldu düşlərdim. Həqiqətən ha. Belə donum qaldım, hissəndim ki, çıxım geyib təmizləməyim. Həqiqətən çox əsəbləşdim ki, hava nətər sən işləmsən ki içərisində. Hər yer batıbdı. Evin hər yeri batan şeydi öyle. Bir dənə abi divarı dəyişsənsə, bir dənə abi divarın əhatəsi batsın və ya bir dənə bu otaq batsın. Sən o bir otağı niyə batırsan, nə bilim kuxlanı niyə batırsan, hamam tualetini niyə batırsan, ustalara əmələ başda hissləndim. Pünhana da dedim ki, bir də çağırmayasın daha usta. Düşüb dağıtdılar hər yeri valla. Ha, cevor azaddır, bir də təmizləmişəm, təsəvvürünüzə gətirin. Özdə apoyuzat şeyliklər deyə, nə bilim, yerdə nələrsə yapışmışdı, kırası, nə deyirlər ona, kiley yapışqanı var idi. O şu əmələ başda işləmişəm, biraz da oradan toz oldu. Yəqin ki, ona görə biraz da xəstələndim, pisləşdim. Hər nəysə, o şimdi nədən gəldim o söhbət? Ha, xəmirzat aşmağa vaxtım yoxdur deyə özümün normalda özüm xoşlayım elə şeylər eləməkdə, xəmirlə oynamaqdan xoşum gəlir sözləsin mənasında qoysan acıya xəmirlərdir təbii ki. Və yaxud belə gürzə xəmirlərində falan da özüm belə açıqdıqca ləzzət edir mənim nətədiyirlər stres topum kimi bir şey istəyirəm. Ötən səfər Pünhan da deyirsən ev təmizləyəndə stresdən çıxsan. Sonra özüm fikir vermişəm ki, həqiqətən amma nəyəsə əsəbi oldumsa, sırası duruş girəm, təmizləməyə qalmağa və o təmizliyin sonunda o qədər rahatlamış olam ki, elə bir şey daha nə bilim, təbilə keyif gəlmişəm 10 günlük. Ha, nədən danışırdım? Ha, getdim o gün bugün xəmir aldım. Çevrək xəmiri, bir dənə yekər, bir də pelməndən ötürü balacalar. Balacalar yarısını bişirdim. İndi biraz xəstə yox, az çox evdə də yemək yox idi deyə tez baza bişirdim. Yağ hissəsini qızartdım. Bu arada mən pelmen eləyəndə yağ hissəsini mütləq qızardıram. Çünki xoşuma gəlir özümün xıç-xıç yeyilməsi. Bəlkə eləməyənlər varsa sizə də bir fikir olsun. Siz də qızarda bilərsiniz. Dadına baxın. Mən çox bəyənəm. Çeviroklərdən də bir neçə dənəsi eyni şəkildə qızartdım, qalanlığını da qoydum soyuducuya çünki biraz çox oldu. Dediyim kimi pelmen də eləmişdim. Bir balaca bir nəfərlik də sup var idi dünəndən qalan. Yəqin ki, Pünhan yiyəzdi. Biz də dünəndən qalan şeylər, Pünhan mən ümumiyyətlə sup xoşlamıram. Çox quru yeməkləri xoşlayıram. Ona görə belə sup falan qalanda adətən Pünhan yeyir. Telefonumu abla qoyamadım, yellənə qaldım. Biraz çox etdiyə az elədim, elə 3 dənə, 4 dənə çevrək elədim. Pünhanın özümüz uşaqlar yemirlər zaten elə qızarmış şəkildə. Uşaqlar da sulu formada düşbərə deyək, düşbərə elədim. Amma qaşığa 20-dən, 21-dən zat sığmır, 2 dənəsi zorla sığır. Boydan. Qalanını da yenə qoydum. Soyuducu morozinlik yapışım o qalanları əməldə şey olmuş oldu xalidənkimizdə. Demək olar bir həftəlik yemək olmuş oldu. Prosta dediyim kimi belə çox vaxtım olmayan vaxtlarda onları çıxıb istifadə edərəm deyə. Ya çox halsız olanda, ya çox məsələn xəstə olanda birdən də çox halsız olanda ayağa dur kuxniyə belə girməyim gəlmir. O anlarda belə acından ölməyək deyə və ya çöldən qıraqdan bucaqdan almayaq deyə. Oradan çıxadıb artıq rahat bir şəkildə bişirə bilərəm deyə düşünürəm. Yenə belə bildiyiniz bir şeylər varsa, nəsə bişirib dondurucuda saxlaya bilər olsa, eləyə bilər olsa, yaza bilərsiniz. Prost bizim xaldenikimiz də balacadır. Nətə balacadır? Yəni içəri qoyulan xaldeniklər zaten normal xaldeniklərə baxanda daha balaca olur içərisi. Biz indi içəri quraşdırıla bilən xaladelniklərdən ən böyüyünü almışıq təsəvvür gətirin, amma yenə də balacadır. İstər morozinlik hissəsi olsun, istər üst hissəsi olsun. Ona görə də yenə çalışasıyam belə ət falan azaldıqca buz gözündə biraz yer eləyib, hazırlayıb qoymağa. Gündə bir dənə artıq yemək bişirsəm, eləsəm, qoysam məncə bir aylıq yemək orada hazırlayıb saxlaya bilərəm deyə düşünürüm. Çünki hər gün əsəbləşirəm. O gün oturdum bir dənə siyahı da çıxartdım ki, nə bişirə bilərəm həftəlik yemək siyahısı. Orada əməlli başlı şeylər yazmışam. Növbəti videolarda indi alınsa sizinlə də paylaşaram. Siz də mənə yaza bilərsiniz əgər elə bir siyahınız varsa. Söhbətin başına danışmağa başlayım, axırı yadımdan çıxır. Nədənsə danışasıydım, axırında nəyisə bağlayasıydım, orası da yadımdan çıxır. Mən nə zabaralar çox yorğunam mı deyim, yuxusuzam mı deyim, ayda axşamlar normal bir şəkildə yatmır, 70 dəfə oyanım, səhərə kimi demək olar ki, normal bir şəkildə yuxulamıram. Üstümdə biraz xəstəlik də var. Yəni həqiqətən nə danışıram, nə aram, har deyəm, heç bir fikrim yoxdur elə.
Yalandan yola verirəm bütün günləri. Bir yol bilirəm, inanın ki. Günaxa vaxt biraz tovarlaya bilirəm özümü, biraz qarma-qarışıqlıq düzəlir, nə varır. Keçən gün elə oturmuşdum evdə. Pünhanın telefon danışında eşitdim ki, bəs kimsə deyir ki, gələm. Mən də biraz heyecanlandım əslində, kim gəlir, hara gəlir, niyə gəlir deyə. Bir də sonra mən Pünhandan soruşdum, kim gəlir, hara gəlir, nəyə gəlir deyir ki, bəs kravat almışam. Kravatı gətirdilər. Əslində belə tez gözləmirdim. Düzü mən seçmişəm, nətər seçmişəm. Pünhan mənə bir neçə şəhər göstərdi. Ki, belə tanış adam var, belə kravatlar saçır, satır. Bax, gör hansısa bəyənsin. Mən də bir iki dənə şəkili atdım ki, bunlar yəni, normal da olsa olar. Yəni, heç bir fikrim yox idi ki, alar deyə, elə həmin gün gətirərlər deyə. Oxşum hər neysə. Aldığı gün Pünhan zəfərlər ki, gətiririk. Mən elə tələsik çıxdım yuxarını da bir daha silmağa. İnanın, ötən səfərlərdə 2-3 dəfə də təmizləmişəm. Amma bu səfər də silim. İnanın ki, bu səfər də yəni vedrədə qapqara sular tullamışam o vəziyyətdədir. Pəncərələr belə bağlıdır, amma yenə də heç bir xeyri yoxdur pəncərələrin bağlı olmağının. Yenə qara sular axdı. Yaxşı elə deyəm, təmizlədim. Təmizləməsəm nə olası idi. Sonra əlim dəymişkən dedim, qoy bu otaqdan qapqara su axıtdısa, o bir otaqlarda eyni vəziyyətdə. Dedim, qoy da əlim dəyəkdir, hamısında hər yeri təmizləyim. Hansı Pünhan da evdə idi, uşaqlarla otura biləsiydim. Qəşəng pilləkənləri təmizlədim. O bir otaqların hamısını da qəşəng bir daha girdim, təmizlədim. Bu arada vanna otağımızın da kənarları artıq düzəltdirik. Hələ ki oraları düz sizə göstərməmişəm. Yəqin ki, gələn videolarda hazır olsa, biraz əksik qalan şeylər var təbii ki, onları da gətirsələr, qoşsalar, düzsələr, hamısı demək olar yarı-yarımçıq qaldı. Bir gün usta gəlir düzəltməyə, alınmır, nəsə geyir, başqa bir usta gəlir, başqa bir şey ölçür, o birisi geyir, o birisi gəlir. Bütün günü yəni o usta geyir, bu usta gəlir və heç nədə doğru düzgün alınmır. Mən artıq əsəbləşirəm bu işlərə təbii ki, xüsusilə də bu plənkənin qırağına görə. Çünki biz artıq ikinci mərtəbədə gördüyünüz kimi kravatımızda olduğuna görə artıq yaşamaq istəyirik, yatmaq istəyirik ikinci mərtəbədə. Amma plənkənə görə qalmışıq, təsəvvürünüzü gətirin. Plənkənimizi may ayından sifariş vermişik. Artıq oktyabr ayıdır. Hələ də hazır deyil. Ya gətirirlər, səhv gətirirlər, ya gətirirlər, səhv ölçmüş olurlar, bir də qaytarırlar, bir də gətirirlər. Şimdi belə biraz əsəb verici dönəmdir həqiqətən. Bu aralarda baş verə biləcək ən qəşəng, ən gözəl şeylərdən biri kravat oldu həqiqətən. Çünki düzü rəngi də xoşuma gəldi. Əslində əvvəldən demişdim ki, açıq rəngli seçəsiyəm, belə maloşnoy rəngdə. Amma bu rəngdən nəsə çox xoşum gəldi. Həm də pərdələrlə düşdü sanki. Eynisindən əsgərin otağına sifariş verdik. Eyni formada, eyni rəngdədir. Kravatın yanına tombalar da sifariş edirik. Çox təallasdır. Onlar da gəldikcə hamısını sizdən bölüşəsiyəm. Ötən səfər. Ay Can. Can. Gəl, bayağı durmuş gəlmişim, tamamdır, gəl. Can. Nə istəyirsən? Və çıxmaq istəyəm, o qədər qoymuşum. Digər çıx. Hə, onu deydim, ötən səfər izləyicimin bir yazdı ki, sizin o evinizin qarşınızdakı qırmızı evdən xoşum gəlir, onu tez-tez çəkin. Bu qırmızı evlərdən orta hissələrdə var, əslində bir neçə. Proyekt olaraq ortaların hamısı belə qırmızı olmalı idi, taxtadan. Amma o tərəfdə, digər tərəfdən burada görsənmirlər. Digər tərəflərdə bu tipli eləkdilər çox adam, yəni alanlar. Yoxsa proyektdə belə üçbucaq formada idi. Ha, nə deyəsiydim? Hə, ustalar və deməli başlı, nə bilim, santexnik ustası gəldi, digər kafeli ustası gəldi. Bu ötən səfər dedim, vannanın qırağını hazırlamaqdan ötürü, sonra uşaqların vanna otağına əl üzü yuyan, nə deyirlər, moyka. Getmir də adını nə deyir, hal-hazırda unuttum, inanın ki. Onu gətirdilər, amma fikrim qarışdı çünki baxıram ki, yumalanmazdan bir əlimdən tutmuşam. Fikrim qarışır. O şimdi evdə qarışıqlıqdır, səs-küy də var, ona görə bu vlogu dəyən qutaraq bir də yumalandı. Bu vlogu burada tamamlayaq. Ciyək. Paka eləcəyək. Yapıştırcından. Abunə olun dinə. Deyə biləsən orada. Abunə. Hə, bax orada abunə. Ay, молодец. Он içkasında tak fiyat. Xışmılamayım. Sıfat. Xışmılamayım. Deyim amca bunu. Ayda xanımın sözünü yerə salmazsınız deyə bilirəm. Qaçdıq biz, sağ olun.